siz nədən kökəlmisiniz? Bunun səbəbini bilməlisiniz və bu səbəbi də sizə söyləyən heç kəs olmur. Ümumiyyətlə sizə diaqnoz qoyulmur və diaqnoz qoyulmadan heç bir müalicə olmaz, unutmayın. Məhz buna görə də demək ki, sizdə nəticə sıfıra bərabər olur. Çünki bir xəstəlik varsa, orada diaqnoz önəmlidir. Demək, siz ilkin olaraq etməsi gərəkən işi bilin, nə edəcəksiniz? Birinci növbədə müraciət etdiyimiz instansiyada, yəni mütəxəssisdə və s. Nədən kökəlirəm deyə sualını verəcəksiniz. İkincisi, diaqnozunuzu tələb edəcəksiniz. Diaqnozum nədir deyə. Və üçüncüsü, artıq arıqlama yöntəminə çıxdıqda ilkin olaraq sizi kökəldən səbəbin müalicəsini tələb edəcəksiniz ki, müalicə doğru düzgün başladıqda şəxsən mənə görə, diyetolog Leyla Zülfüqarlı olaraq deyim ki, mənə görə arıqlaya bilməyən heç bir insan yoxdur. Yəni, ən ağır arıqlama səbəbi olan Cushing sindromu var, morbid obezlərin, yəni indi 4-cü, 5-ci dərəcələri belə elan etmişik ki, çox ağır kilosu olan, yəni düşünün, bədənin 50%-dən çoxu, 70%-dən çoxu yağ kütləsi olaraq ortalığa çıxan insanlar belə bizim arıqlama metodikamız ilə, yəni diyet elzi konseptimiz ilə arıqlayır. Bu necə olur? Çünki doğru düzgün diaqnoz qoyulur, insanın kökəldən səbəb doğru düzgün müəyyən olunur. Odur ki, unutmayaq ki, artıq çəki sindromu sonradan davam edərsə, əgər vaxtında arıqlamazsa, sonradan piylənmə xəstəliyi ilə nəticələnir ki, piylənmə xəstəliyi də varsa, demək ki, yanında yanaşı olaraq bir sıra xroniki xəstəliklər də daşımaqdadır. O yüzden də biz piylənməni müalicə etməklə həm sizi xroniki xəstəliklərdən qurtarırıq və eyni zamanda gözəlliyinizə də nail oluruq.